Pünhan Alatovalının Kərbəlayı Vüqara həsr etdiyi qəzəli yəqin çoxlarınız oxuyub və dinləmisiniz. Dost itirmə acısı, yanğısı qəzəlin hər sətrində, beytində hiss olunur. Görünür, Pünhan bu qəzəli yazarkən təkcə təb və elmindən istifadə etməyib, həm də ora ürək də qoyub. Buyurub qəzəli dinləyib, siz də öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Axı ey vəfalı dostum, belə bivəfalıq olmaz. Belə bivəfalıq olmaz axı ey vəfalı dostum. Canının fədası canım, ey əziz olan canımdan, gözünün fədası olsun gözüm ey ziyalı dostum. Həmi iftixarım idin, həmi qəmküsarım idin, qürurum, vüqarım idin, ey üzü həyalı dostum. Gedib ömrümün səfası, belə getməmiş də olsa, ürəyim gələrmi sənsiz yaşayım səfalı dostum? Yenə köhnə günlər olsun, görüşək səninlə hər gün, yenə bir çıxaq məsciddən, dilimiz dualı dostum. Yenə gəl əlini zikr et, yenə gəl Hüseynə ağla, ürəyi nəcəfli dostum, gözü Kərbəlalı dostum. O Əli deyərdi tez-tez, ola kaş həvalə ya Rəb, o başı bəlalı şahə, bu başı bəlalı dostum.